Hər vaxtınız xeyir dəyərli dostlar. Salamlayıram sizi Kiyevin mərkəzindən ən hündür nöqtəsindən demək olar. Hər dəfə göstərirəm sizə bu Qızıl Qapının girişidir. 12-13-cü əsrin yadigarıdır. 13-cü əsrin Batı dövrünün yadigarıdır. Bu da bizim şəhərimizin insanlarıdır. Axşam saat 6-dır. Kiyevdə cəmaət işdən çıxır. Bizim rayonumuz işgüzar mərkəz hesab olunur. Kiyevin ən işgüzar mərkəzi. Həm də göstərirəm ki, bax, Rus propagandası deyir, ay nə bilim, Ukraynada adam yoxdur, Kiyevdə adam yoxdur. Yollar tıxac. Durublar, maşallah. Öz elə bir tərəfli yolda, biləsiz. Yəni, qəşək də dururlar. Amma heç kəs nə siqnal vermir, nə tələsmir, nə əsəbləşmir. Hamı öz həyatını yaşayır. Belə sabahları xalqımızın əziz bayramlarından biridir. Silahlı qüvvələrimizin təsis edilmə günüdür. Sabah Krım Tatar xalqının dövlət bayrağı günüdür. Bu münasibətlə sabahları mənim internet konferansım olacaq. Bizim kanalımızın üzərindən yayımlanmaq şərti ilə. Mən də baxacam da fərqli yerlərdən qoşulmaq, bəlkə elə qonaqlarımız gəldilər. Bir yerdə ofisdən olduq. Baxarıq, transforma eləyəcəyik. Belə dostlar, bizim şəhərimiz, gözəl Kiyevimiz 25 iyun 2025-ci il. Belə. NATO'dan xoş xəbərlər gəlir. Prezident Zelenski 50 dəqiqə Prezident Trumpla təkbətək danışıblar. Yəqin istənilən halda dönənlərdə məndən soruşdular ki, danışıqlardan nə gözləyirsiniz? İstənilən halda danışmaq danışmamaqdan yaxşıdır. Görüşmək görüşməməkdən yaxşıdır. Sözünü demək deməməkdən yaxşıdır. Hər şeydə belədir. Məişətdə də belədir. Həyatda da belədir. Deyilməyən söz, danışılmayan söz hökmən psixoloji gərginlik yaradır. Odur ki, görüşməkləri əladır. Çox şükür ki, görüşüblər, danışıblar. Heç olmasa aydınlıq gəlir də, yəni münasibətlərimizə. Yəni bilirik ki, nə olacaq, nəyi verəcəklər, nəyi vermirlər, nəyi pulla verirlər, nəyi pulsuz verirlər. Biz nə etməliyik, hara gedirik, hansı ölkələr nə edir. Yəni NATO'nun bu ilki samiti doğrudan da əlamətdardır. Çox əlamətdar bir hadisədir. Demək, bizim gözləntimiz bundan ibarətdir ki, xüsusi dəyişikliklər olmalıdır və olacaqdır. Çünki NATO baş katibi Mark Rütte'nin də bildirdiyi kimi, bu ilin sonuna qədər Ukraynaya ayrılan 35 milyard avro hökmən müharibənin taleyinə təsir edəcək dostlar. Və buna əlavə etsək ki, Ukrayna hərbi sənaye kompleksi var gücü ilə işləyir. 3-4 növbə ilə işləyir. Və bir zavod deyil, Allah'a şükür. Zavodlardır, işləyirlər. Ukraynada savadlı konstruktorlar, mühəndislər çoxdur. Doğrudan belədir, yəni həmişə belə olub. İndi də onların yaxşılarından yaxşıları seçilir. Yaxşılardan yaxşıları seçilmək şərti də təbii ki, çox gözəl effektlər verir. Özünüz də görürsünüz. Ukrayna bu günləri hərbi sənaye kompleksi sahəsində, o cümlədən müharibənin taleyinə birbaşa təsir göstərən dronlar texnikalarının, dron inkişafının, pilotsuz uçuş aparatlarının, pilotsuz raketlərin, yəni təyyarə raketlərin istehsalı Ukraynada ən yüksək səviyyədədir. Bunlar təbii ki, müharibənin taleyinə təsir edirlər, birbaşa təsir edirlər. O cümlədən düşmənin hərbi potensialını azaltmaq, onun hərbi gücünü azaltmaq üçün, onun hərbi obyektlərinə endirilən zərbələr, yəni təbii ki, effekt verir. Bunlar bəzən görsənmir, gözlə görmək mümkün deyil, amma istənilən halda hiss olunur, istənilən halda bunlar nəticəsiz qalmır. Çünki əgər düşmənin hərbi sənaye kompleksi bilirsiniz, belə bir strukturdur da, mən o sınaqçı mühəndis kimi deyirəm. Onun bir şəbəkə ki olur, hərə bir şey hazırlayır ki, son nəticədə gəlir ki, hazır məhsul olur.
onun qollarından biri qırılanda, sınanda, yəni heç qırılmasa, yer belə əziləndə lap. Yəni müəyyən gecikmələr olanda bütün sifarişlərdə ləngimələr başlayır. Və ləngimələr başlayanda o hərbi sifarişlər pozulur. Hərbi sifarişlər pozulanda təbii ki, müharibənin gedişində hökmən dəyişiklik yaranır. Çünki axırlar xüsusi sınaqlardan keçirlər, xüsusi sifarişlərdən keçirlər. Belə bunlar asan məsələlər deyil. Ona görə Ukrayna tərəf zənnimcə ən ağıllı, ən yaxşı müharibənin yolunu seçiblər. Çünki imperiya hətta bu gün Ukraynadan çıxıb gedərsə, Rusiya silahlı qüvvələri bu müharibəni udmaq demək deyil. Rusiya öz gücündə qalırsa, Rusiya parçalanmayıbsa, öz formatında qalırsa, deməli o hələ müharibə etmək gücündədir. Belə dostlar, hava gördüyünüz kimi həm gözəl səma, gözəl insanlar, həyat davam edir və belə adi iş günlərimizdən biri də belə başa çatdı. Sabahları həm də İctimai Şuranın Müdafiə Nazirliyində toplantısıdır. Mən də orada olacağım. Yəni iki məsələ var, onları sabahları Allah qoysa danışarıq. Günorta üstüdə dediyim kimi bizim Krım Tatar qardaşlarımız ola bilsin, professor, akademik, hətta iki akademiyam akademikdir. Rüstəm Ağacan Qoca da olsun. Baxarıq hansı formada sabahları hökmən həm Azərbaycan ordu gününü, həm Krım Tatar xalqının dövlət bayrağı gününü bir yerdə təbrik edərik, danışarıq.